Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Yaşamaq gözəldir verilişindən sizi salamlayırıq. Bu bir saat ərzində mən Aysel Sabir sizinlə bir arada olacağım və təbii ki, qonağımla birlikdə. Uzun zamandır Məlahət xanım yox idi, istirahətdə idi. Həm vacib işləri var idi, həm istirahət, həm iş. Bugün o işlərin bəhrəsindən də danışacağıq. Uğurlu nəticələr var. Düzdür, Məlahət xanım, xoş gəlmişsiniz bu arada. Çox sağ olun, təşəkkür eləyirəm. Sizi yenidən Yaşamaq gözəldir də görmək xoşdur. İzləyicilərimiz də darıxmışdı. İnanın, o qədər mesajlar gəlib. Bu dəfə fərqlilik etmişəm. Hər bölgədən bir mesaj seçmişəm ki, onları da səsləndirərik. Və əziz izləyicilərimiz, bir nüansa toxunaq ki, Məlahət xanımın təşəbbüsü ilə Nərgiz Klinikası çox mötəbər bir tədbirə ev sahibliyi eləyib. Yəqin ki, bu bir neçə gün ərzində, artıq bir həftə olar da Məlahət xanım. Bir həftə ərzində bütün informasiya proqramlarından, sosial şəbəkələrdən, saytlardan qarşınıza çıxıb o xəbərlər. Möhtəşəm bir konferans keçirildi Azərbaycanda və bu konferansın keçirilmə səbəbi var idi. Hansı məqsədlə keçirildi? Konferansda kimlər iştirak etdi? Konferans necə təşkil olunmuşdu? Bütün belə məlumatları, görüntüləri ilə birlikdə detallı şəkildə sizə təqdim edəcəyik. Məlahət xanım, istəyirsiniz başlıqda elə izləyək sujetimizi, sonra siz bizə ətraflı şəkildə məlumat verərsiniz. Olar. Bu yeni məhsulların, təbii məhsulların, təbii maddələrdən istehsal olunan məhsulların ailələrimizdə istifadəsi çox vacibdir. Ona görə ki, onlar çox faydalıdır. Mən də bu işdə həmişə Məlahət xanıma, Nərgiz Klinikasının məhsullarının həm tanıtmasında, həm ictimaiyyətə çatdırmasında fəal iştirak edirəm. Ona görə ki, nə qədər çox bizim ölkəmizdə özünüzə aid istehsallar olsa, dərman preparatları, kosmetik vasitələr, ətirlər nə qədər çox Azərbaycanda istehsal olsa, o qədər də çox biz onun keyfiyyətinə və təbii ki, təsirinə, gələcəkdə təsirinə əmin ola biləcəyik. Bu işdə mən Məlahət xanıma uğurlar arzu edirəm və bu konferans birinci beynəlxalq konferansdır. Birinci beynəlxalq konferans olduğundan da təbii ki, bu çox önəmlidir ki, birinci beynəlxalq konferans Azərbaycanda təşkil olunub. Mövzular çox aktualdır. Ailələr üçün, uşaqlar üçün, evladlar üçün, yəni insanın özü üçün çox aktualdır və ona görə əminəm ki, bu konferansdan sonra da çox gözəl elmi araşdırmaların və məqalələrin nəşr olunmasının, kitabların davamı olacaqdır. Bəli, biz ilkin olaraq Əməkdar İncəsənət xadimi Fəxriyə Xələfovanın dəyərli fikirlərini eşitdik konferansla bağlı. Bir neçə dəqiqədən sonra bilavasitə doktorun öz çıxışını da izləyəcəyik, hissə təqdim etmək istəyirik. Doktor, buyurun, biraz konferansla bağlı məlumat verək izləyicilərimizə. Baxın, bugünkü mövzumuzu mən boşuna seçmədim. Ona görə ki, bu mövzu aktual bir mövzudur və Azərbaycanda ilk dəfə beynəlxalq parazitologiya konferansını keçirdi. Bu konferans doğrudan da çox gündəmdə olan bir konferansdır və mən illərdir bu parazitologiyanın üzərində çalışıram və illərdir buna yetərincə təcrübələr və praktika toplamışam və son illərdə xarici ölkələrə gedən zaman bu konferansları izləyirdim. Bütün ölkələrdə molekulyar biologiya, parazitologiya, biologiya sahəsində böyük işlər görülürdü. İstər Karachi'də, Pakistanda olan dünya alimlərinin iştirakı ilə olan konferansda, Qazi Universitetində, Ankara'da keçirilən parazitoloji konferansda, İstanbulda keçirilən böyük bir mikrobiyoloji konferansda və başqa ölkələrdə də dəfələrlə bunu izlədik. Ukraynada da, Minskdə də biz olduq bu konferansla bağlı və mənim də həmişə arzum idi ki, Azərbaycanda nə vaxtsa mən də belə bir konferans keçirim və bu konferans şükür Allaha ki, Allahın köməkliyi ilə baş tutdu. Mən qurbanım Allaha, həmişə Allahımı birinci başımın üstə görürəm. Biz nə qədər biliyə sahib olsaq da, nə qədər gözəl, bunları insanlara təqdim etməliyik. Biz gördüyümüz işləri insanlarla bölüşməliyik. Və burada mənə yaxından kömək eləyən Vəli Axundov adına Tibbi Profilaktika Universitetinin də
çox böyük rolu oldu. Adil müəllimə mən buradan təşəkkürümü bildirirəm. Həqiqətən də bu konfransda elmi praktik konfrans olduğu üçün onun institutun özündə bu elmi bölmələrini biz həmin institutda tətbiq etdik. Oradan görüntüləri çox təəssüf ki, yoxdur. Laborator orada müayinələrə baxdıq. Böyük, gözəl universitetin nəzdində qəşəng, gözəl, möhtəşəm laboratoriya var. Və bu konfransda yaxından bizə iştirak edən bütün mənim həmkarlarım, həkimlər, professorlar, alimlər, hörmətli millət vəkillərimiz həm yaxından çox yaxşı belə kömək etdilər və çox yüksək səviyyədə bu konfrans keçdi. Bizim hörmətli professorlarımızın çox elmi araşdırmaları olan desertantların hər bir kəs öz elmi işi haqqında orada məruzələr elədi. Çox geniş exnokok bugün çox yayılmış bir mövzudur. Bu qurd xəstəliyi haqqında da geniş fikirlər oldu. Ümumiyyətlə parazitar xəstəliklər, dəridə olan parazitlər, saç dibində olan parazitlər, orqanizmdə olan parazitlər haqqında həm beynəlxalq olduğu üçün xarici ölkələrdən gələn qonaqlarımız da geniş məlumatlar verdi. Dəridə olan qaşınma, yağlılıq, qızartı, dəri yaraları, dəri səpkiləri və bununla bərabər bugün dünyanın ən çox təhlükəsi olan leishmaniya xəstəliyinin də biz geniş müzakirələri getdi. Yəni bugün bu elmi praktik konfransda həm həkimlərimiz, həm əhalini maarifləndirə bildik və çox gözəl bir elmi praktik konfrans keçdi. Birazdan o parazitlər haqqında yenə ətraflı məlumat verəcək. Bəli, bu konfransın səsi, sorağı demək olar hər yerə yayılıb. Bu parazitalgin, yəni parazitar xəstəliklər doğrudan bugün Ümumdünya Səhiyyə Təşkilatının məsələn çaldığı təbildir ki, bugün parazit, bəli, bu həyəcan təbili ona görədir ki, miqrasiya çoxdur, biz də xarici ölkələrə gedirik, bizə də gələnlər var, elə parazit növləri var ki, biz orada müzakirə elədik. Bunlar Azərbaycanda olmayıb, amma bugün az da olsa tapıla bilir. Yəni bunlar hamısı profilaktika, gigiyenik qaydalar, bunlar insanlar maariflənməli və bunlara riayət etməli və özlərini daimi o gigiyenik qaydalarına nəzarət eləməlidirlər. Doktor, mən istəyirəm digər müsahibəyə keçid alaq, elə sizin müsahibənizi izləyək həmin konferansdan, sonra yenə bərabərliyimiz davam edəcək. Azərbaycanda ilk dəfə parazitologiya üzrə konferans keçirilir. Bu sahədə uzun illərdir çalışırıq və apardığımız elmi tədqiqatlar, patentlərimiz, ixtiralarımız məhz parazitologiyanın üzərində qurulub və parazitar xəstəliklərdə fitoterapiyanın rolundan danışacaq və burada bugün bütün iştirak edən həkimlər, alimlərimiz, millət vəkillərimiz hər biri bugün bu möhtəşəm tədbirdə iştirak edir və müasir fitoterapiyanın rolundan bugün geniş danışacaq. Burada alimlərimiz, həkimlərimiz dünən Elmi Tədqiqat İnstitutu Profilaktika şöbəsində də olduq və həmin institutda da laborator müayinələrə, laborator işlərə də baxış keçirildi və bu möhtəşəm tədbir üçün biz uzun illər çalışmışıq. Amma bugün ərsəyə gətirdiyimiz bu konferans təbii ki, hər kəs üçün faydalı olacaq. Bugün Azərbaycanda beynəlxalq parazitologiya konferansını ilk öncə Nərgiz Klinikası təşkil etdi və Fitoterapevtlər İctimai Birliyi olaraq da bu konferansın tam gələcəkdə irəliləməsinə təşəbbüs göstərəcək. Parazitar xəstəliklərin hər tərəfi, həm elmi, praktik olaraq hər tərəfli biz geniş bunu tətbiq edək. Çünki uzun illərdir bu haqda yəni informasiya çox son illərdə az olub, amma Ümumdünya Səhiyyə Təşkilatının dediklərinə görə bugün dünyada bu xəstəlik çox yayğındır. Miqrasiyaların rolu var. Təbii ki, insanların daha çox qida rasionunda, gigiyenik qaydalarda hər birində bugün bunun rolu var ki, bugün də parazitar xəstəliklərin tam müalicəsinin həm profilaktikası, həm müalicəsi haqqında geniş məlumatlar olacaq.
Bəli, digər bir müsahibəni də izlədik. Doktorumuz elə verilişdə də vurğulamışdı. Orada daha geniş şəkildə məlumat verdi. Biz də öz növbəmizdə təbii ki, doktor sizi təbrik edirik. Bu böyük bir uğur, böyük bir nəticədir. Uzun sürən bir əməyin nəticəsidir. Təbii ki, bu bir günə verilən bir qərar deyil, bir günə əldə olunan bir uğur deyil. Uzun zamandır biz Məlahət xanımı verilişə çağırırdıq. Deyirdi ki, işlər var, vacib işlər var, yeniliklə gələcəm. Bizə də maraqlı idi ki, yenilik nədir? Özünüz gəlməmişdən daha bir yeniliyimiz var. O da qoy qalsın gələn həftəyə. Gələn həftəyə qalsın. Gələn həftə çox gözəl, möhtəşəm bir açılışımız olacaq. İnşallah doktor, inşallah. Mən istəyirəm elə bu həftə başa vururuq. Həftə sonu yenə də aksiyanız var. Aksiyanızla bağlı izləyicilərə məlumat verək. Əziz Gəncəlilər, Məlahət xanımdan ötürü darıxan pasiyentləri və kim ki Məlahət xanımın qəbulunda olmaq istəyir, nəinki Gəncəlilər, Gəncəyə yaxın olan digər bütün bölgələr gəlib o müayinədə iştirak edə bilər. Nərgiz Klinikasının həkim kollektivi, əziz izləyicilərimiz, oktyabr ayının 11 tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzə təbii ki, pasiyentlərini qəbul edəcəklər. Həmin görüşdə nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək. Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilərlər. Yazılmaq üçün 070 226 46 48, 022 267 07 07 və 051 388 70 70 nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz. Öncədən yazılmaq vacibdir, unutmayın. Növbəti dəfə isə, yəni növbəti həftədə doktorumuz Quba üçün bir səfər nəzərdə tutub. Onu da gələn verilişimizdə ətraflı şəkildə deyək. İnşallah. Doktor, indi hazırda payız mövsümüdür və mən anonsumuzu paylaşmaz insanlardan geri dönüşlər dəhşətli dərəcədə oldu. Yəni, mən bu qədər gözləmirdim. Biz uzun zamandır danışırıq da parazitar xəstəliklərlə bağlı. Ancaq nədənsə, bax, mövsümünə görə bu suallar gəldi bu dəfə. Məsələn, izləyicilərimizdən biri yazmışdı ki, payız mövsümündə parazitar xəstəliklərin artmasına əsas səbəb nədir? Bunu bilmək istəyirəm. Və havanın dəyişməsimi, immunitet sisteminin zəifləməsimi, yoxsa qida vərdişlərində olan dəyişikliklərmi buna səbəb olur? Baxın, təbii ki, bu çox gözəl yerinə düşən bir sualdır. Qurd xəstəlikləri mövsümü olmasa da, amma ilin hər fəslində qurd xəstəliklərinə biz rast gəlirik. Amma payız fəslində niyə görə biz daha çox bunu vurğuluyuruq? Yay aylarında uşaqlar, böyüklər, hər kəs həyətdə, torpaqda, məsələn, dənizdə, çimərliklərdə olurlar. Yəni, gigiyenik qaydalara riayət olunmaya bilər, kimdənsə yoluxa bilər də. Amma o məktəb dönəmində uşaqlarda olan o halsızlıq, ürək bulanma, baş ağrısı, yuxudan səhər-səhər ayıla bilmirlər, dərsə getmək istəmirlər, yeməkdən imtina edirlər, iştahsızlıq yaranır. Bu təbii ki, yoluxmanın əlamətləridir. Və bəzən insanlar deyir ki, qurdun olmağının nə dəxli var? Belə şeylərlə rastlaşırıq. Mədə bağırsaq problemidir, sinir sistemində gərginlikdir. Baxın, parazitlər ali sinir sisteminə təsir edir. Sinir sistemini pozur. Mədə bağırsaq sisteminə təsir edir. Mədə bağırsaqda uzun müddət olduqda müəyyən köp, qaz, gərginlik, məsələn, bunları yarada bilir. Dəridə səpkilər yarada bilir, allergik həssaslığı artıra bilir. Qurd xəstəliyi, deyərdim ki, bütün xəstəliklərin təkan verir. İmmun sistemin zəiflənməsində qurd xəstəliklərinin böyük rolu var. Məsələn, o günü bir dənə xəstəni həkim göndərmişdi klinikamıza. Olur belə tez-tez, ginekoloqdur. Xanımda çox miqdarda qurd xəstəliyi var. Ona görə uşağı hamilə qalır, hamilə qalan zaman uşaq qalmır, tez-tez düşür. O demək deyil ki, qurd onu düşürdü. Burada nədən gedir söhbət? O məqamdır ki, xəstənin immun sistemi zəifləyir, metabolizm pozulur, vitamin balansı azalır, təbii ki, uşaqda düşük yarana bilər. Bunun üçün də ümumiyyətlə hamiləlikdən öncə mən xanımlarımıza məsləhət görərdim, bu son aylarda bir 6-7 belə xəstə olub. Bu, əvvəlcədən mütləq paraziti yoxlayıb, sonradan hamiləliyə hazırlaşmaq lazımdır. Elə xəstələrimiz var ki, uzun müddətli mədə-bağırsaqdan əziyyət çəkir. Mədə-bağırsaq problemləri var. Mədə-bağırsaq problemini müalicə... Amma bir çox dərman preparatları içir, o mədəni düşünür. Amma o paraziti düşünmədiyi üçün parazit yanaşı gedişli ola bilər.
parazit öz işini görən zaman təbii ki, xəstədə ürəkbulanma, qusma, mədə qıcığı, yanma, göynəmə bunlar ola bilər. Amma xəstələr bunu heç vaxt qurd xəstəliyini ağlına gətirmir. Endoskopiya eləyib. Dünən xəstə gəlib 21 dəfə endoskopiya eləyib. Düz 21 dəfə. Son bu 5-3 il ərzində 21 dəfə endoskopiya. Kağızları göstərib sayır. Tomoqrafiya eləyib, nə. Uzun müddət ürəkbulanmadan ağrı çəkir, baş ağrısından. Beyinə qədər MRT eləyib, hər şey eləyib. Heç nə yoxdur. Axırda fikirləşib ki, bəlkə qurdu yoxlayaq. Çünki xəstə ürəkbulanmadan, baş ağrıdan, halsızlıqdan şikayəti var. Əgər belə olan zaman mütləq qurdun müayinəsi aparılmalıdır. Amma bəzən qurd yaddan çıxır. Mən həmişə deyirəm, müəyyən nüanslar var ki, onlara diqqət yetirmək lazımdır. Doktor, mən əvvəldə də qeyd etdim ki, bölgələrə görə gələn suallarımız var bu qurd mövzusu ilə bağlı. Məsələn, Tovuzdan bir izləyicimiz yazıb, Nigar xanım yazıb. Yazır ki, xanım, mən kənd yerində yaşayıram, heyvanlarla təmasdayam. İldə bir dəfə parazitar təmizləmə dərmanları qəbul edirəm. Amma eşitmişəm ki, bu dərmanlar qaraciyərə ziyandır. Həqiqətən lazımdırmı hər il belə dərman qəbul etmək? Yox, əgər lazım deyilsə, özümü necə qoruya bilərəm? Baxın, birinci burada heyvanatla məşğul olan xəstələrimiz çoxdur, o lazımdır da. Mən heç vaxt demərəm ki, siz onunla məşğul olmayın. Bu kənd təsərrüfatıdır, insanların, məsələn, ailənin dolanışığıdır, bunun çörək yeridir. Belə danışaq da. Burada valideyn olaraq xanım birinci gigiyenik qaydalara nəzarət eləməlidir. Süd sağan zaman əlcəklərdən istifadə eləməlidir, başını bağlamalıdır. Gigiyenik qaydalara ciddi nəzarət eləməlidir. Profilaktik olaraq bunları eləsə, əgər sağlamdırsa, immun sistemi normalca yoluxmayacaq. Əgər immun sistemi zəif olanda, o yoluxma tez olur. Və xanım evladlarını qorumaq üçün giydiyi paltardır, üstdən xalat mı, giysinlər mi? Əgər heyvanatla məşğul olduğu zaman o geyimi ayırmalıdır. Gigiyenik qaydalara nəzarət olmalıdır. Profilaktika çox önəmlidir. Profilaktika nədir? Profilaktika odur ki, insan özünü qorusun. Və profilaktika bugün çox zəifdir. Çox gözəl sualdır Nigar xanım bu, həqiqətən də. Heyvanatla məşğul olan insanlar daimi gigiyenik qaydalara nəzarət eləməlidir, əlləri tez-tez yuyulmalıdır. Heyvanla, məsələn, yaxınlıq təmasda olduğu zaman süd sağanda, ya ora gedəndə, heyvanın yanına gedəndə mütləq geyimini dəyişməlidir. Bir xalat qoymalıdır ki, bu gedib gələndən sonra onu çıxartsın. Bugün bir dəfəlik geyimlər, bir dəfəlik şeylər, əlcəklər, kalpaklar, nə bilim, geyimlər çoxdur. Ona da əliniz çatmasa, ən azından evdə bir dənə ayırmalısınız ki, bu problem olmasın. İt pişiyi saxlayan insanlar çoxdursa, hər kəs itdə pişiyi saxlayır və onların düzgün gigiyenik qaydalar, qulluq olmayanda it pişiyi olan ailələrdə exnokokun olması qaçılmazdır. Əksərlərində məsələn düzgün gigiyenik qaydalara riayət olunmazsa, təbii ki, burada yoluxma olacaq. Olacaq. Yəqin ki, Nigar xanım bizim cavabımızı eşitdi. Lənkərandan bir mesajımız var, Ramil bəy yazıbdı. Bir neçə dəfə xam tərəvəz salatından sonra qarnımda sancı və köp yaranır, deyir doktor. Bu qida allergiyasıdır, yoxsa bağırsaq parazitlərinin əlaməti ola bilərmi? Yox, əgər allergiya verirsə qaşınma ola bilər, səfki ola bilər, məsələn bu şeylər ola bilər. Yox, qida allergiyası əgər onu yeyirsə, özündə narahatçılıq istəyirsə, bu ola bilər. Parazit olduqda isə, sən səhər-səhər yuxudan duranda ağzında acılığı, bu öddə də ola bilər, qurtda da ola bilər. Məsələn, mədə bağırsaq, köp, qaz, sancı ola bilər. Amma o yeyən zaman o yoluxmur ki, əgər varsa onu qıcıq yarada bilər. Amma həmən o çirkli yedim pusat məndə qurd olacaq deyə bir şey yoxdur. O miqrasiya olur orqanizmə, uzun müddət devr eləyir. Harada ona mühüm şərait yaranırsa, orada düşür, həmin orqanda məhskunlaşır. Və bu orqanda da sonradan müəyyən fəsadlar yaranır. Amma yəni göyərtini yeyən ki, məndə qurd oldu deyə bir şey yoxdur. Bir şey yoxdur, bəli.
Əziz izləyicilərimiz, mən bir daha vurğulayım. Bölgələrdə mesaj gəlir, mən görürəm ki, hər biri istəyir ki, doktorun qəbulunda olsunlar, müayinəsindən keçsinlər. Elə bu yaxın tarixdə, yəni söhbət oktyabrın 11-dən gedir. Sabah yaxşı bir gündür, şənbə günüdür, çoxları üçün istirahət günüdür. Vaxtında qeydiyyatdan keçib belə doktorun müayinəsində iştirak edə bilərsiniz. Nərgiz Klinikasının həkim kollektivi oktyabrın 11-i tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə pasiyentləri qəbul edəcəklər. Nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək. Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilər. Yazılmaq üçün əlaqə nömrələrini nəzərinizə çatdırıram. 070 226 46 48 022 267 07 07 051 388 70 70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Öncədən yazılmaq hər zaman deyirik, vacibdir, şərtdir, çünki orada çox pasiyent ola bilər. Doktor tək, siz çox, belə deyək də, vaxtında yazılın ki, sizin üçün bir vaxt ayrılsın və müayinədən keçəsiniz. Növbəti dəfələrdə isə doktorumuzun Quba üçün səfəri olacaq, aksiyası orada keçiriləcək. Bu tarix nə vaxt olacaq, bunu bilmək üçün təbii ki, mütəmadi olaraq həm doktorun səhifəsini izləyə bilərsiniz, həm Yaşamaq Gözəldir verilişini izləyə bilərsiniz. Elə yəqin ki, gələn həftə doktor verilişdə elan edəcək bununla bağlı. Qısa fasiləyə ayrılırıq, fasilənin dərhəl və biz gördük ki, ötən həftə Nərgiz Klinikası elə Məlahət xanımın təşəbbüsü ilə çox möhtəbər bir konfransa ev sahibliyi etdi. Həmin konfransdan olan görüntünü mən istəyirəm bir daha Məlahət xanımın çıxışı olan hissəsini təqdim edək izləyicilərimizə. İzləyicilərimiz izləsinlər. Dərhal sonra bugün elə parazitar xəstəliklərdən danışırıq. Mövzumuzla davam edəcəyik. Azərbaycanda ilk dəfə parazitologiya üzrə konfrans keçirilir. Bu sahədə uzun illərdir çalışırıq və apardığımız elmi tədqiqatlar, patentlərimiz, ixtiralarımız məhz parazitologiyanın üzərində qurulub və parazitar xəstəliklərdə fitoterapiyanın rolundan danışacaq və burada bugün bütün iştirak edən həkimlər, alimlərimiz, millət vəkillərimiz hər biri bugün bu möhtəşəm tədbirdə iştirak edir və müasir fitoterapiyanın rolundan bugün geniş danışacaq. Burada alimlərimiz, həkimlərimiz dünən Elmi Tədqiqat İnstitutu Profilaktika şöbəsində də olduq və həmin institutda da laborator müayinələrə, laborator işlərə də baxış keçirildi və bu möhtəşəm tədbir üçün biz uzun illər çalışmışıq. Amma bugün ərsəyə gətirdiyimiz bu konfrans təbii ki, hər kəs üçün faydalı olacaq. Bugün Azərbaycanda beynəlxalq parazitologiya konfransını ilk öncə Nərgiz Klinikası təşkil etdi və Fitoterapevtlər İctimai Birliyi olaraq da bu konfransın tam gələcəkdə irəliləməsinə təşəbbüs göstərəcək. Parazitar xəstəliklərin hər tərəfi, həm elmi, praktik olaraq hər tərəfli biz geniş bunu tətbiq edək. Çünki uzun illərdir bu haqda yəni informasiya çox son illərdə az olub, amma Ümumdünya Səhiyyə Təşkilatının dediklərinə görə bugün dünyada bu xəstəlik çox yayğındır. Miqrasiyaların rolu var. Təbii ki, insanların daha çox qida rasionunda, gigiyenik qaydalarda hər birində bugün bunun rolu var ki, bugün də parazitar xəstəliklərin tam müalicəsinin həm profilaktikası, həm müalicəsi haqqında geniş məlumatlar olacaq. Bir daha izlədik həmin müsahibəni və görüntüləri, ümumiyyətlə konferansdan olan görüntüləri. Düzdür, bizim əməkdaşlarımız çəkilişə getmişdi və gələn andan elə danışırlar, konferansla bağlı fikirlərini paylaşırlar. Mən istəyirəm verilişimizin bu dəqiqələrində fasilədən biz qayıtmışıq, parazitar xəstəliklərdən danışırıq. Ümumiyyətlə, əgər sizi parazitar xəstəliklər narahat edirsə, nəinki parazitar xəstəliklər, bilirsiniz ki, Məlahət xanım Qəhrəmanovanın müayinə və müalicə etdiyi sahələr hansılardır? Öd xəstəlikləri, parazitar xəstəliklər, saçların tökülməsi, dəri xəstəlikləri, qaraciyər, ödün yuyulması, bütün bu şikayətləriniz əgər varsa, oktyabr ayının 11 tarixində əziz Gəncəlilər və Gəncəyə yaxın olan digər bölgədə yaşayan sakinlər, Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə Nərgiz Klinikasının həkim kollektivi öz pasiyentlərini qəbul edəcək. Həmin kollektivdə nevropatoloq, kosmetoloq və eyni zamanda tibb elmləri doktoru Məlahət Qəhrəmanova təbii ki, konsultasiya həyata keçirəcək.
öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsi həyata keçiriləcək. Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilərlər. Yazılmaq üçün 070-226 46 48 022 267 07 07 və 051 388 70 70 nömrələri ilə öncədən yazılmaq şərtdir. Bax, bunu unutmayın. Doktor, parazitar xəstəliklərdən danışırıq və bir çox qeyd etmişdim ki, suallar gəlir. Biz heyvanlardan danışdıq, siz vurğuladınız ev heyvanları ilə bağlı. Aytən xanım Sumqayıtdan bizə mesaj yazıb. Yazıb ki, ev heyvanlarımız var, uşaqlar onlarla çox oynayır, çox sevir. Hər dəfə analiz vermək olmur. Evdə parazitlərdən qorunmaq üçün praktik olaraq mən nə edə bilərəm? Praktik olaraq təbii ki, evdə qorunmaq çox önəmlidir. Daimi, məsələn, müəyyən evdə olan qidalardan istifadə edə bilərlər. Mixəkdən istifadə edin tez-tez çaylarınızda. Sarımsaqdan istifadə edin. Məsələn, elə bitkilər var ki, onlar düzgün istifadə olunma qaydaları var. Necə gəldi, onları istifadə eləmək olmaz. Yəni, nanə də çox yaxşıdır. Yəni, evdə bunlardan müvəqqəti də olsa istifadə edə bilərsiniz. Amma bəzən bunlar da yetərli olmur. Baxır parazitin növünə, parazitin inkişafına, qurd invaziyaları çox olanda onlarla onu eləmək mümkün olmur. Buradan bir şey də açıqlamaq istəyirəm ki, Nərgiz klinikası çox profilli klinikadır. Nevropatoloq xidmətləri də var, mədə-bağırsaq xəstəliklərinin xidmətləri də var. Həmçinin də bundan başqa bizim klinikamızda böyük allergoloji şöbə deyərdim. Çünki Lalə xanımın sayəsində bütün allergik panellər, allergik testlər, allergik müayinələr, müalicələr çox yüksək səviyyədə aparılır və istədiyiniz zaman klinikamıza, yəni bu xəstəliklər, ginekoloq var, androloq var, yəni bu çox profilli klinikadır. Bunun olmasına baxmayaraq, mən çalışıram ki, burada parazitar mərkəz yaradım və bu parazitologiya mərkəzində bütün, çünki mən dünyanın hər bir yerində olan bütün reaktivləri, panelləri, nəcis panelini mən məsələn gətirdim. Yəni o panel bütün qurd növlərinin aşkarlanmasında bizə çox yaxından kömək edir. Necə allergik testi veririk ki, nəyə qarşıdır allergiyamız? Bizə o qurdun paneli var ki, hansı qurd növünün olduğunu o panellə biz xəstəyə təyin eləyə bilirik. Saskop, yəni yaxma üsulu var, yeni üsulla onları da tətbiq eləyirik. Ondan başqa laborator müayinələrdə ifa üsulu var. Ondan da bütün laborator müayinələrdə qurdun təyini aparılır. Doktor, indi bölgəyə gedəndə siz o müayinələri həmin aksiyada həyata keçirə biləcəksinizmi? Mütləq eləyirik. Ona görə ki, həmin bölgələrdə də biz analizləri götürürük, konteynerlərimiz var. Həmin o vasitəsilə konteynerlərə yığılır və gəlir Nərgiz klinikasında müayinə olunur. Bir maraqlı sual diqqətimi cəlb etdi. Deyir, hər dəfə parazitar xəstəliklərdən danışılan zaman bir çox nüanslara toxunulur, izləyicimiz deyib. Qaraciyərdə və beyində yaşayan parazitlər haqqında çox danışılmır, nədənsə deyir. Belə hallar nə dərəcədə realdır? Ümumiyyətlə, varmı, doktor? Mən beyində qurdun olmağını... Bəli, ola bilər. Beyində də ola bilər. Bu çox asallarda olur, amma ola bilər. Ola bilər. Amma qaraciyərdə olan parazitlər ən çox exnokoklardır və askarida bir də qarın gələ bilir. Askarida qapı venasına qədər gəlir, orada parazitli edir, hətta mexaniki sarılıq verə bilər. Qurd öd yolları öd axarına qədər gəlmir, orada ləmblələr olur, amma askaritlər qaraciyərə qədər gələ bilir. O da təbii ki, əsas exnokokları götürürük. Exnokoklar uzun müddət müalicə olmayanda müəyyən fəsadlar verir və get-gedə qaraciyəri məhv eləyir. Ona görə zamanında, vaxtında istənilən qurd aşkarlanarsa, onu mütləq müalicə etmək önəmlidir. Önəmlidir. Bax, biz danışırıq və biz hər zaman istəyirik ki, hər şeyə hazırlıqlı olaraq. Dəfələrlə doktorumuz efir vasitəsilə əlamətlərdən danışır. Bax, bu əlamətlər olarsa bilin ki, nəyin xəbərçisidir, saç tökülməsindən ayrı danışmışıq, dəri problemlərindən ayrı danışmışıq. Çox qəşəng yadıma saldınız. Bəli, parazitar xəstəliklər deyəndə insanlar fikirləşir ki, qurd xəstəlidir. Qurd xəstəliyi orqanizmə o qədər zərər verir ki, o qədər problemlər yaradır ki, insanlar hətta fikirləşmir ki, onların orqanizmdə bu qədər narahatçılıq, bu qədər səbəb məhz elə parazitdən ola bilər.
ürək bulanma, baş ağrı, bu qıcıq, bunları hamı standart deyilir, hamı şablon olaraq bilir. Amma məsələn, götürək angilistoma. Angilistoma qurdu, soxulcana oxşayan qurtdur. O qida borusunu çox zədələyir. Qida borusunda yaşayır və qida borusunun selikli qışası ilə qidalanır. Bu qurt növü həddindən artıq, məsələn, boğazda qıcıq yarada bilər, qaşıntı verə bilər, hətta səpki verə bilər. Bəzən xəstədə udmanın problemini hiss eləyə bilər. Farengitin var deyən xəstənin qida borusunda ola bilər. Bəli, qida borusunda bəli, o ola bilər. Angilistomalar bu günləri cənub bölgəsində daha çox yayğındır. Amma ondan fərqli olaraq parazitar xəstəliklər içərisində ən çox da yayğın olan askaritlərdir. Askaritlərdir, toksikaradır. Bunlar, məsələn, mədə bağırsaqda, öd-qaraciyər yolunda orqanizmin, məsələn, ağciyərdə daha çox məskünlaşa bilir. Bəzən rentgen zamanı o krupoz pnevmoniya kimi görünür. Xəstə uzun müddət öskürəkdən əziyyət çəkir, amma onun müalicəsini dəqiq apara bilmir. Müalicəni aparmaq üçün dəqiq analiz mütləq şərtdir. Dəqiq analiz biz nəyə deyirik? Bax, izləyicimiz bir daha bilsin, əmin olsun. Gələn xəstələrdən mən xahiş edirəm, analiz gətirən xəstələr, analizə gələn xəstələrin əksəriyyət nəcis gətirməlidir. Nəcisin axşamdan götürdü, səhərdə gətirə bilərsiniz. Nəcis gün ərzində götürüldüsə, yenə də gətirilə bilər. O isti-isti nəcisin gətirilməsi fikri yalan bir fikirdir. Orada heç bir diri ləmbuliyanı tapmaq mümkün olmur. O ləmbuliyanı görmədikdən sonra o nəcisin isti-isti gəlməyinin heç bir əhəmiyyəti yoxdur. Nəcis gün axşamdan da götürülüb, gün ərzində sərin yerdə saxlanılıb gətirilə bilər. Yəni, buradan dəqiq məlumat vermək olur. Nəcisdən də almaq olar, qanda ifada da almaq olur, saskopda yaxmada da olur dediyimiz nəcis. Panelində də biz bunları da çox dəqiq diaqnozunu qoya bilirik. Və bunun üçün əziz izləyicilərimiz bilirsiniz ki, başqa bir ünvana getməyə ehtiyac yoxdur. Gedim başqa bir yerdə analiz verim, nəticəni götürüm, gəlim doktoruna. Tam dəqiq müayinə və müalicə üçün, konsultasiya üçün elə Nərgiz klinikasına yaxınlaşırsınız. Doktor sizi müayinə edir. Hansı müayinələr lazımdır, hansı analizlər lazımdır, bunu öyrənirsiniz. Elə orada isti-isti sizin analizləriniz həyata keçirilir. Problem nədir? Araşdırılır. Problemin kökü tapıldıqdan sonra düzgün diaqnoz qoyulduqdan sonra hər zaman yola çıxmaq daha asan olur. Biz bunu efir vasitəsilə demişik. Məsələn, xəstə gəlir, deyir, mən bilirəm, mənim uşağımda bu qurt var. Sən çox şey bilə bilərsən. Sənin uşağının orqanizmi haqqında həkimin məlumatı olmalıdır. Həkim sənin xəstəliyini araşdırmalıdır, dəqiqləşdirməlidir, düzgün istiqamət verməlidir. Baxın, biz praktik həkimik, gün ərzində xəstələrlə işləyirik və hər cür xəstə də görürük. Xəstələrin hamısı içəri girəndə yaşından, başından, nə bilim, necə deyim, kalitəsindən, özündən asılı olmayaraq hamı həkimlərin dalınca danışır. Gələn həkimlər analizlərini göstərir. Mən getdim, mənə analiz verdirmədi. Mən getdim, məndən heç soruşmadı. Bayaq elə indi verilişə gələndə xəstə deyir ki, deyirəm, hansı müayinələri etmişsiniz? Qızın saçı tökülür, ürək bulanması var, baş ağrısı var. Amma əlində heç bir... Deyir, getdim, həkim mənə demədi ki, analiz ver. Verəndə bir problemdir, verməyəndə də bir problemdir. Bunların hər biri olmasın deyə doktorun verdiyi məsləhətə də əməl etmək lazımdır. Amma xəstə düşünməlidir ki, ilk öncə o dərdini bilməlidir. Düzgün müayinə, müalicənin yarısı deməkdir. Düzgün müayinə olunarsa, həkim də bilər ki, bu adamın dərdi nədir, onun müalicəsində düzgün verər. Məsələn, gəlirlər, deyirlər ki, mən getdim, filan həkim mənə bunu yazdı, filan həkim belə elədi, filan həkim... Həkimin burada günahı yoxdur. Həkim lazım olan protokolla müalicəsini verir. Amma xəstənin çoxu yarımçıq qoyur, o bir həkimə gedir, bura gedir, ora gedir və nəticə almır. Ən ağıllı, ən tədbirli tərpənən insan birinci növbədə ilk öncə analizlərini verməlidir. Analizi verərsə, diaqnozu dəqiqləşdikdən sonra müalicəsi də rahatlıqla gedə bilər. Bu yaxın tarixdə elə bütün Azərbaycan bir xarici dövlətdə yaşayan yanlış həkimin qoyduğu diaqnozun bədəlini izlədi də, yəni həqiqətən belə etmək lazım deyil. Əgər vaxtında sizə düzgün diaqnoz qoyulubsa, xüsusən də bizim ölkəmizdə şükürlər olsun ki, tibb sahəsi, səhiyyə sahəsi çox gözəl inkişaf edib. Olduqca yaxşı həkimlərimiz var. Valla sizi bilmirəm, mən özüm öz ölkəmin həkimlərinə müraciət edirəm. Özümü, öz canım sağlığım, öz həkimlərimizə bəli etibar edirəm. Baxın, burada olunan Azərbaycanda
ən möhtəşəm yeni MRT-lər var. Bəli. Mən onu əminliklə deyirəm, çünki biz bəzi ölkələrdə oluruq. Hətta deyəndə baxırlar, görürlər, deyirsiniz də ən müasir avadanlıqlar var. Biraz həkimlər də məsuliyyətlə yanaşsa, çox dəqiq müayinələrimiz var. Yəni, bugün siz demişkən, tibb elmi Azərbaycanda çox inkişaf edib və çox da şükürlər olsun ki, müasir avadanlıqlar var, müasir, məsələn, həkimlərimiz bax, bu cür konferanslara gedirlər, bütün xarici ölkələrdə çox məlumat alırlar, çox şeylər öyrənirlər. Bu saat rəqabətdir. Hər bir həkim istəyir ki, öz işini yaxşı qursun, sağlam işi olsun. Parazitar xəstəliklərdə, ümumiyyətlə, mən deyərdim ki, Azərbaycanda yeganə mərkəzdir ki, orada bütün parazitə aid olan reaktivlər var. Toksekarından tutmuş, trixanelladır, məsələn, toksekaradır, o analizlər ki, angilostomanın, məsələn, elə qurd növləri var ki, onlar ancaq nəcisdə təyin olunur. Ona görə mən o panelləri almışam ki, bütün növ qurdların müayinəsi aparıla bilsin. Doktor, bizim indi əməkdaşlarımız efir otağından mənə bildirirlər ki, zənglər çox gəlir. Zənglər vasitəsilə izləyicimiz deyir ki, yəni mədə bağırsağında hal-hazırda çox da təhlükəli olmayan qurd növü var. Bu aşkar olunur. Bu çox da təhlükəli olmayan nə deməkdir? Ola bilərmi, çevrilə bilərmi? Baxın, çevrilmir, amma həmin qurd artıb invaziya, torba halını ala bilər. Məsələn, bax, ləmbliyalar uzun müddət yoğun bağırsaqda qaldıqda özünə kapsula yaradır. Məsələn, adətən bilirik ki, nazik bağırsaqda olur və oradan öd yollarına, öd axarına keçir. Amma o miqrasiya, onun məskunlaşdığı yer var. Və o istədiyi zaman orqanizmin harasında ona mühüm şərait yaranırsa, mümbit şərait olan kimi orada məskunlaşır. Yəni, o demək deyil ki, bugün mən getdim, analiz verdim, məndə bugün yoxdur. Bir dəfə, iki dəfə verməklə olmur. Lazım gələndə 3-5 dəfə qurdun analizini vermək lazımdır. Hətta biz belə deyək də, bir insana bir əsəbləşən kimi, xoşumuz gəlməyən bir insan bir yerdə məskən salan kimi müqayisə edək, parazit kimi yapışıb əl çəkmir. Bax, belə bir müqayisəmiz də var da. Amma o qurd heç yerə çevrilmir. Amma orada 2-3 qurd da ola bilər, bir neçə qurdun olması mümkündür. Məsələn, bizim görüntülər var, yeni görüntülər var. Onları yəqin ki, Əlvan indi verməyib. Gələn verilişlərdə verərik. Orada nə uzunluğunda qurdu valideyn çubuqla belə göstərir. O birisi göndərib pingvin torbalarının içində nə boyda trixanella, üzr istəyirəm, teniarinxozlar, öküz soliteri. Öküz soliteri nə qədər tökülübsə, bir torba ilə xəstə qoyub ora, yəni göstərir ki, bu qədər qurd tökülüb. Yəni bizə göndərilən analizlər evdən valideynin çəkdiyi analizlərin görüntüləridir. Yəni biz heç kimin qeyb yanında durub onlara baxmırıq. Amma evdən valideynlər çəkir, onları göndərir ki, doktor, bax bu gördüyünüz şəkillərin hamısı orada. Bax burada görün nə qədər enterobiyoz var, bu trixanelladır. Bu qurdların növləri var. Bu qurdlar orqanizmdə olduqda allergik həssaslıq artır, mədə bağırsaq problemi yaranır, köp, qaz, gəyirmə, ürəkbulanma arta bilər. Belə xəstələrdə uzun müddət bu qurdlarla gəzirsə, həmin orada 2-3 növ qurd da ola bilər. Bu, təbii ki, orqanizmə zərər vuracaq. Heç bir faydalı qurd yoxdur ki, sənə hörmət eləsin, heç eləməsin. Belə çıxır da. Yəni, qurd varsa, orqanizm zərər görəcək. 5 gün geç, 3 gün tez o zərəri görə bilir. Əziz izləyicilərimiz, bugün Yaşamaq Gözəldir verilişində Nərgiz Klinikasının baş həkimi, tibb elmləri doktoru, fitoterapevt, ixtiraçı alim Məlahət xanım Qəhrəmanova qonaq oldu. Həm gördüyü işlərdən, əldə etdiyi nailiyyətlərdən və eyni zamanda siz izləyicilərimiz üçün parazitar xəstəliklərin təhlükəsindən, müayinəsindən və müalicəsindən ətraflı şəkildə məlumat verdi. Və bir nüansı da nəzərinizə çatdırım. Oktyabr ayının 11-i tarixində, yəni sabahki gün, həftənin şənbə günü Nərgiz Klinikasının həkim kollektivi Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək. Gəncə və Gəncə ətrafında yaşayan
hər kəs gəlib müraciət edə bilər. Müraciət etmək üçün əvvəlcədən nömrələri nəzərinizə çatdırıram. 070 226 46 48, 022 267 07 07, 051 388 70 70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Doktor, sizə təşəkkürümü bildirirəm. Buyurun, Çox sağ olun. Çox maraqlı bir müzakirəmiz oldu. Bir təşəkkürüm də geyinmə görədir. Yenə də S-Moda Fashion-dan geyinmişəm bugün. Əziz xanımlar, siz də qardırobunuzu zənginləşdirmək